19-cu mətn 5-ci sinif ingilis dili. My home city. My home city is Baku. Mənim doğma şəhərim Bakıdır. It's a very large and ancient city. O çox böyük və qədim şəhərdir. 2 million people live in Baku. 2 milyon insan Bakıda yaşayır. There are a lot of places of interest in the city. Şəhərdə çoxlu görməli yerlər var. You can find old monuments and palaces here. Sən orada qədim abidələr və saraylar görə bilərsən. One of them is the Palace of Şirvanşahs. Onlardan biri Şirvanşahlar sarayıdır. It's a historical center, İçəri şəhər. Bu İçəri şəhərin tarixi mərkəzidir. All of us know the Maiden Tower. Bizim hər birimiz Qız qalasını tanıyırıq. It's a symbol of Baku. O Bakının simvoludur. You can see not only old houses and small streets, but also big houses, avenues. There are a lot of museums, theaters and cinemas in the city. Sən nəinki Bakıda qədim binalar, kiçik küçələr görə bilərsən, həmçinin böyük evlər və prospektlər görə bilərsən. Bakıda çoxlu muzeylər, teatrlar, kinoteatrlar var bu şəhərdə. Every year many tourists visit it. Hər il çoxlu turistlər ora səfər edir and enjoy its beautiful streets and parks. Və onun gözəl küçələrindən və parklarından zövq alır. Burada 5 çalışma var. Bunların şərtini deyirəm sizə, cavabını videonun altında şərh bölməsində yaza bilərsiniz. Write the synonym of the word town. Town sözünün sinonimini seçin. Complete the sentence. Cümləni tamamlamaq lazımdır. Take the opposite of the word new. New sözünün antonimi hansıdır? Fill in the gap with the word from the passage. Mətnə uyğun boş yerləri doldurun. Take the correct sentence. Düzgün cümləni seçin.